Deməli, bizə belə bir 46-cı sualda deyilir ki, kütlələri eyni olan 3 maqnit ipdən asılmışdır. İkinci və üçüncü maqnitə şəkildəki kimi maqnitlər yaxınlaşdırdıqda iplərdə yaranan gərilmə qüvvəsinin modulları arasında hansı münasibət doğrudur? Birinci ipdən, deməli, maqniti asdıqda buna təbii ki, iki qüvvə təsir edir. Bir ağırlıq qüvvəsi, bir də deməli, ipin gərilmə qüvvəsi. İkincidə maqnitlər əks qütb olduğu üçün, deməli, burada maqnitlər bir-birinə cəzb edir. Aşağıya doğru maqnit qarşılıqlı təsir qüvvəsi, plus aşağıya doğru ağırlıq qüvvəsi, yuxarıya doğru yenə ipin gərilmə qüvvəsi. Üçüncüdə isə maqnitdən aşağısına bir maqnit də yerləşdirib yenə. Eyni qütblər olduğu üçün maqnitlər bir-birini itələyir. Maqnit qüvvəsi də yuxarı, ipin gərilmə qüvvəsi yuxarı və təbii ki, ağırlıq qüvvəsi də yenə aşağıdır. Deməli, birinci üçün yazsaq T1 bərabər mg oldu. İkinci üçün yazsaq, deməli, T2 bərabər oldu. Deməli, mg üstə gəlsin F maqnit qüvvəsi. Üçüncü üçün də yazsaq, deməli, T3 bərabər oldu mg minus fm qüvvəsi olacaq. Yəni, bunlar tarazılıqda qaldığı üçün biz bunu yazırıq. Deməli, buradan görünür ki, T2 qüvvəsi T1-dən böyükdür. T1 isə T3-dən böyükdür. Cavab olacaq belə, T2 böyük T1, o da böyük T3 olacaq.